Zar doktor, biz necə bilə bilərik ki, bizdə yuxu problemi var? Hər bir insan səhər yuxudan ayıldıqda rahat, dincəlmiş, yuxusunu almış, günə nikbin notlarla başlayan gümrah bir şəkildə ayılmalıdır. Gün ərzində əhval-ruhiyyəsi normal qaydasında olmalıdır, emosiyaları, yaddaşı normal qaydasında olmalıdır, yuxululuq olmamalıdır, yaxud da ki, günorta yeməyindən sonra mürgüləmək istəməsi kimi hallar ola bilər olsun. Axşamlar yatdıqda isə yerini uzandıqdan yarım saat ərzində yuxuya getməlidir, rahat şəkildə yuxusu davam etməlidir. Yuxu ərzində gecə bölünmələri olmamalıdır. Əgər bu dediyimiz hallar varsa da və həmin hallar insanın vəziyyətinə təsir göstərirsə də, səhərlər yuxusunu almış, rahat, dincəlmiş formada qalxmırsa da, vaxtından əvvəl qalxırsa da, az yatırsa da, gün ərzində yuxululuq, yaddaş problemləri, əsəbilik, əhval-ruhiyyəsinin aşağı olması, axşamlar yarım saatdan daha artıq yuxuya getməsi, fikirlərin beyində daha çoxalması olursa da, yaxud da ki, ayaqlarında bir narahatlıq varsa da, bütün bu hallarda həkimə müraciət edib yuxu problemlərinin araşdırılması məqsədə uyğundur.